Salam, 6.2 Kimyəvi reaksiyaların əlamətləri. Sual 1-ə nəzər yetirək. Reaksiyaların əlamətlərini müəyyən edin. A-da baxırıq ki, rəng dəyişməsi baş verib. Rəng dəyişib. Kitabda da bizə verir ki, onu suya qatıb üzərinə yod tökdüyümüz zaman tünd göy rəngli məhlul əldə edirik və bu nişastanın təyin edir. Sonra burada ikincidə xlorid turşusunun üzərinə, yəni içərisinə bir parça təbaşir əlavə ediblər və nəticədə qaz qabarcıqları əmələ gəlir. Qaz ayrılır, belə deyək. Reaksiyanın əlaməti qazın ayrılmasıdır. Üçüncüdə nə deyir C-də? Bu da kitabda verilib. Kalium yodid məhluluna quruluşunun nitrat duzunun məhlulunu əlavə etdiyimiz zaman görəcəyik ki, oradan sarı rəngli suda həll olmayan bərk maddə əmələ gəlir. Baxın, rəngsiz görünürdü. Sonra bunları bir-birinə əlavə etdiyimiz zaman nə baş verdi? Burada sarı rəngli bərk maddə əmələ gəldi və bir müddət sonra o qabın dibinə çökəcək. Demək, çöküntünün əmələ gəlməsi. Əlamət olaraq birincidə oldu, rəng dəyişdi, ikincidə qaz ayrıldı, üçüncüdə çöküntü əmələ gəldi. Sonra baxırıq ikinciyə. Həyatda rastlaşdığımız bəzi reaksiyaların əlamətlərini yazın. Qatığın qıcqırmasını hardan bilərik? Dadından. Yeməyin yanmasını? İyindən. Dəmir əşyanın paslanmasını? Görünüşündən, rəngindən. Rəngi görürük ki, dəyişir. Rəngindən. Südün xarab olmasını? Dadından. Kimyaçı laboratoriyada təcrübə aparırdı. O əvvəlcə şəffaf bir məhlula metal parçası əlavə etdi. Bu zaman mavi rəngli məhlul əmələ gəldi və qabdan kəskin ilə qaz ayrıldı. Sonra bu məhlula başqa bir metal parçası əlavə etdi. Bu zaman məhlul yaşıl rəngli oldu. Daha sonra alınan məhlula başqa bir maddənin məhlulunu əlavə etdi və yaşılımtıl rəngli suda həll olmayan bərk maddə alındı. Bu maddəni süzüb qızdırdıqda isə qara rəngli maddəyə çevrildi. Hansı reaksiya zamanı çöküntünün alınması müşahidə olunur? Harda dedik? Baxın, burada. Üçüncü reaksiyada dedik, yaşılımtıl rəngli suda həll olmayan bərk maddə alındı. Sonra hansı reaksiyalar zamanı rəng dəyişikliyi müşahidə olundu? Hansı reaksiyalarda gördük? Mavi rəngli məhlul birincidə gördük. Sonra qabdan kəskin ilə qaz ayrıldı. Həmçinin qaz da ayrılıb buradan. Sonra məhlula başqa bir yaşıl rəngli oldu. İkincidə də gördük rəngin dəyişməsini. Yenə dördüncü reaksiyada gördük ki, rəng əmələ gəldi, rəng dəyişdi. Ancaq sonra bizə nə deyir? Hansı reaksiyada iki əlamətlə müşahidə olunur? Hansı reaksiya? Baxın, birincidə nə demişdi? Həm mavi rəngli məhlul əmələ gəlmişdi, həm də kəskin ilə qaz ayrılmışdı. Demək, birinci reaksiyada iki əlamət var. İkinci reaksiyaya baxırıq. Yaşıl rəngli əmələ gəldi, bu heç. Daha sonra alınmış məhlul yaşıl rəngli suda həll olmayan bərk maddə çöküntü əmələ gəldi. Bu da seçmirik. Elə bu qədər. Verilmiş reaksiyalardan cəmi neçə reaksiya əlaməti müşahidə olundu? Nə eşitdik? Eşitdik ki, rəng dəyişdi, rəng dəyişməsi, qazın ayrılması, yəni qazın ayrılması, iyi eşitdik. Sonra alınan məhlula yaşılımtıl rəngli suda həll olmayan çöküntü əmələ gəldi. Və qara rəngli maddəyə çevrildi. Yenə rəng. Rəng, qaz, çöküntü. Belə yazdım. Bu əlamətlərlə müşahidə olundu. Uyğunluğu xətlərlə göstərin. Çay sodası üzərinə sirkə turşusu məhlulu əlavə edəndə. Buradan 1-2 karbon qazı ayrılır. Mis məftil parçası spirt lampasının alovunda qızdırılır. Burada rəng dəyişəcək. Kalsium xlorid, natrium karbonat məhlulları qarışdırılır. Kalsium xloridlə, baxın, kalsium xlorid bu cür yazılır. Natrium karbonat isə bu cür yazılır. Biz bunları qarışdırdığımız zaman, baxın, orada istədən böyle. Burada gələcəkdə keçəcəyik. 2 variantlidir, 2 müsbət yazıram, bura mənfi yazıram. Bura müsbət yazıram, birinci qrupda yerləşir. Müsbət blokslaşma dərəcəsi göstərir, bir variantlidir. Burada yazacağım mənfi 2. Çünki 2 dənə hidrogeni itirən H2 karbonu üçün qalığıdır.
Karbonat dursun. Onda kalsiyumla, bu müsbətlə mənfi birləşir. Bu müsbətlə gəldi, mənfi birləşdi. Əmələ gəldi kalsiyum karbonat. Hər ikisində 2 olduğuna görə heç nə yazmıram. Və natrium xlor. Natrium xlorid. Burada 2 olduğuna görə gətirib əmsala 2 yazacağım ki, solda və sağda natrium və xlorların sayı bərabər olmuş olsun. Bunları da yazdıq. Kalsiyum karbonat töküntüdür. Ona görə töküntü alınır. Keçirik növbəti sualı. Reaksiya verilib qarışdırılan məhlullarda olan maddələr alınan töküntünün rəngi. Baxın, barium xlorid, kalium sulfat. Gəlin aşağıda yazaq. Yenə öyrətdiyim qayda ilə barium xlor 2 yazırım. Üzərinə kalium 2 SO4 gəlirim. Kalium sulfatdır bu, digəri barium xloriddir. Necə dedim? Dedim ki, bölək müsbət və mənfi hissəsini. Bu 2 müsbət olacaq. Bu mənfi. Bu müsbət, bu isə 2 dənə hidrogen itirdiyinə görə olur 2 mənfi. Bunları gələcək dərslərdə keçəndə biləcəksiniz. Ancaq mən sizə reaksiyanın gedişatını öyrədirəm ki, rahat olsun. Biləsiniz ki, nəyi hardan tapdıq? Müsbətlə mənfi birləşməli idi. Müsbət barium, mənfi SO4. Nə oldu? Hər ikisinin üzərində 2 olduğuna görə ixtisar da getsə heç nə düşməyəcək. Barium SO4 şəklində. Bəs nə qaldı? Kaliumla xlor. Və dedik ki, hər ikisindən solda 2 dənə olduğuna görə gətirib qarşısına 2 yazacağım. Baxın, buradakı barium sulfat çöküntüdür. Onda birinci ağ rəngli çöküntü olan nə olacaq? Əlbəttə ki, bu reaksiyadan nə aldıq? Biz barium sulfat işarələyirik. Növbəti suala keçid alıram. Nə deyir? Baxın, kalium hidroksid, kalium OH. Üzərinə gəlirəm, kuprum xlor 2. Kuprum 2 xlorid. Mis 2 xlorid belə deyək də. Dəyişkən variantı olduğu üçün variantı deyiləcək. Bura müsbət, ortadan bölürəm. Bura mənfi. Bura 2 müsbət. Bu isə mənfi. Müsbətlə mənfi birləşir. Oldu kalium xlorid. Variantı əsasən bu cür yazırıq və mis OH. Burada mis 2 variantlidir. Üzərində 2 var. Bu hissədə 1-dir. Variantı ikisini də öyrənəcəksiniz inşallah. Mis hidroksid və kalium xlor. Və burada OH-ın sayı 2 olduğuna görə, burada xlorun sayı 2-dir. Bu xlora görə gətirib bura bir 2 yazıram. 2 yazında görürəm ki, bu 2 həm kaliumə, həm xlora aiddir. Kaliumun sayı sağda 2 oldu və OH-ın da sayı sağda 2-dir. Ona görə solda kalium OH-ın qarşısına bir 2 yazıram. Bu reaksiyalar sizə hələlik tanış deyil. Ancaq diqqətlə qulaq assaz, görəcəksiniz ki, sonraki dərslərdə sizə kömək oldu. Buradan nə alındı? Alınan mis hidroksiddir. Mis 2 hidroksiddir töküntü. Ona görə ikinci reaksiyada tapıram. Sonra üçüncü reaksiyaya nəzər yetirirəm. Deyir ki, argentium nitrat. Aha, yazaq. Argentium 1 nitrat. Yenə bölürəm. Ortadan. Bura müsbət olur, bura mənfi. Üzərinə kalium yodid gəlirim. Bölürəm yenə müsbətə, mənfiyə. Müsbətlə mənfi birləşəcək. Argentium yodid. Üstə gəl kalium nitrat. Burada argentium yodid, bir argentium dedikdə gümüş bir yodid nə oldu? Çöküntü oldu. İşarələyirəm. Keçirəm növbəti sualıma. Növbəti sualda nə idi? Dəmir 3 nitrat. Üzərinə gəlirəm kalium OH. Yenə ortadan bölürəm. Bura 3 müsbət, bura mənfi. Bura müsbət, ortadan böldüm. Bu isə mənfi. Və müsbətlə mənfilər birləşir. Burada da yenə müsbətlə mənfi. Dəmirlə OH birləşər. Baxın, dəmirin üzərində 3 var. OH-ın üzərində mənfidir. Burada 3, burada 1. OH-ın sayını indeksinə gətirib 3 yazıram. Variantlikdə biləcəksiniz. Mən çox dərinə getmək istəmirəm. İnşallah, əgər o mövzularda aid video çəksəm, onda izah edəcəm. Və nə qaldı? Kalium nitrat. Kalium nitrat. Mən baxıram ki, burada mənim NO3-üm neçə dənədir? 3 dənə. Gətirib qarşısına 3 yazıram. Və baxıram ki, burada OH-ım 3 dənədir. Gətirib burada da 3 yazıram sol tərəfdə kalium OH-ın qarşısına. Onda kaliumun sayı 3 dənə, OH-ımın sayı 3 dənə solda. Sağda kaliumun sayı 3 dənə, NO3-ümün sayı 3 dənə.
Yəni o üçün solda da 3 dənə idi. O haşım solda da 3 dənədir, sağda da 3 dənədir. Dəmirdən solda da 1 dənə, sağda da 1 dənə. Baxın, burada dəmir 3 hidroksiddir çöküntü olan. Gəlib digər reaksiyada da tapıb yerinə qoyuram. Burada nə oldu? Dəmir 3 hidroksid. Valentliyi hələlik keçməmişik deyə. Bilmirəm sizə nə dərəcədə aydın oldu. Ola bilər ki, çətin gəlsin biraz reaksiyalar. Ancaq qorxmayın. Allahın izni ilə inşallah, yəni çalışın öz üzərinizdə, dərslərə diqqət yetirin. Həm mənim dediklərimə, həm öz məktəbdə müəllimlərinizin dediklərinə. Ola bilər ki, yalnız mənim şagirdlərim izləmir ki, başqa şagirdlər də izləyir və öyrənməyə çalışın uşaqlar. Ən əsas sizə onu deyə bilərəm ki, hər müəllimdən nə isə öyrənməyə çalışın. Ola bilər ki, bir müəllimin dediyi izah sizə daha rahat gələ bilər. Ona görə öyrənməkdən qorxmayın. İrəli getmək istəyirsinizsə öz üzərinizdə çalışın. Diqqətlə baxın. Videonu başa düşmədiniz, dərsi başa düşmədiniz. Müəllimləriniz sizə canla başla dərsi izah eləyəcək. Narahat olmayın. Bilmədiyinizi gedin müəllimlərinizdən soruşun. Müəllimə, bu isə mənə aydın olmadı. Necə başa düşə bilərəm? Özünüz üçün rahat yollar tapmağa çalışın. Əlaqələndirin həyatla. Yadınızda saxlayın ki, yəni bunu heç bir zaman belə deyək ki, unutmayasınız hər hansısa bir qaydanı. Həyatla əlaqələndirsəz ümumiyyətlə daha yaxşı yadınızda qalacaq. Videomun sizin üçün faydalı olduğunu düşünürəm. Ümid edirəm ki, faydalıdır və gələn dəfə testin izahında görüşərik. Sağ olun.